Salam əziz izləyicilər. Bugünkü qonağımız psixoterapevt və parapsixoloq, eyni zamanda parapsixoterapiya adlı terapiya metodunun banisi Əhməd Əhmədovdur. Xoş gəlmisiniz Əhməd bəy. Təşəkkür edirəm Gülnar xanım, xoş gördük, minnətdaram. Mən də sizin bu gözəl verilişinizin uzun ömürlü və sağlam olmasını, adı kimi cəmiyyətimizə, xalqımıza, millətimizə öz gözəl töhfəsini verməyi arzulayıram. Uğurlarınız bol olsun. Təşəkkür edirik, çox sağ olun Xoşdur, Əhməd bəy. buyurun. Əhməd bəy, Azərbaycan cəmiyyətində insanlar psixoloqa getməkdən niyə çəkinirlər və bu tabunu necə qırmaq olar? Əslində çox mükəmməl bir, belə deyək, sual və mükəmməl bir mövzudur. Bu haqda saatlarla danışmaq olar. Əfsuslar olsun ki, bizim cəmiyyətimiz bir qədər SSR dönəmində qalıbdır. Yəni o qədim köhnə düşüncədə qalıbdır. Bir qədər milli mental dəyərlərimizin yaratdığı tabularda ilişib qalıblar. Təbii ki, mən mental dəyərlərimizə heç bir söz deyə bilmərəm. Bizim çox gözəl mental dəyərlərimiz var, çox gözəl adət-ənənələrimiz var. Ancaq əfsuslar olsun ki, bəzi nüanslarda bizim cəmiyyətimizin insanları düşünür ki, nəyə görə psixoloqa getmək lazım deyil, gəlin izah edeyim. Çünki psixoloq sözün əvvəlindəki psix hissəsini eşidir, kənar hissəni eşitmir. Biz Eriksoncu psixoterapiyada terapiya aparanda, yaxud da hipnoterapiya eləyəndə, hipnoz seansları eləyəndə bukvalizm deyə bir şey var. Yəni söz yanlış anlaşılmasın qarşıdakı insan üçün. O hipnoz altında olanda, trans halında olanda oyanmasın deyə sözlərimizi seçərək danışırıq. Düşünün ki, məsəl üçün nümunə çəkəcəm sizə. Təsəvvür deyirəm ki, bu sənin üçün pisdir. İnsan orada pis sözünü eşidir, fokuslanır və deyir ki, hə, pisdir, mənə pis oldu və s. və daxır. Bir də var deyirəm ki, bu sənin üçün yaxşı deyil. Məna olaraq hər ikisində də eyni şey deyirəm. Amma vurğuladığım yaxşı sözü idi. Bəli, vurğulamaqdan asılıdır. Bəli. İnsanlar o psixoloq artıq, yəni mən ayrı-ayrı hecalayıb deyirəm, yəni psixoloq sözünü eşidəndə deyir, vay, mən psix deyiləm. Bir gün bizim bir dəyərli dostumuz var, qayıtdı ki, dedim, Əhməd bəy dedi, insanlar psixoloq sözünü eşidəndə, psixiatr sözünü eşidəndə nəyə görə deyirlər ki, mən dəli deyiləm, mən axmaq deyiləm. Çünki insanlar özlərindən qaçmağa çalışır. Əfsuslar olsun ki, cəmiyyətimizin mütləq əksəriyyəti öz həqiqətləri ilə üzləşməkdən çəkinir. Bəli. Öz daxili reallıqları ilə üzləşməkdən çəkinir və öz kimliyini tapa bilmir. Və illərlə davam edir Əhməd bəy. Bəli, bu davam eləyir. Uzun illərdə davam eləyir, qısa illərdə. Yəni şükürlər olsun ki, bugünkü gün bizim cəmiyyətimiz inkişaf eləyir yaxşı mənada. Hansı baxımdan izah eləyim? Yəni elmə, tərəqqiyə meylliyik. Yəni gənclərimiz təhsil almağı sevir. Həm ölkəmizdə, həm ölkə xaricində, ölkənin hüdudlarından kənarda. Bu da nə kimi bizə üstünlüklər verir? Yeni dünya baxışı. Çünki atalarımızdan elə bir söz var. Çox oxuyan yox, çox gəzən çox yaxşı bilər. Yəni düşünün ki, bir də insan bunu oxuya-oxuya, gəzə-gəzə və oxuya-oxuya çox böyük şəkildə inkişaf eləmiş olur. Ona görə də biz necə bu tabunu qıra bilərik? İlk öncə cəmiyyətimizdəki dırnaqarası psixoloqları aradan götürməklə. Yəni diplomsuz psixoloqları, psixologiyadan anlayışı olmayan insanları, mən həmişə bu sözü deyirəm, yağışdan sonra çıxan göbələk kimi bugünkü gün hara baxırıq, sosial şəbəkələrdə, yaxud da ki, o belə deyək də, hər məhəllənin başında, kobud desək, el arasında bir yer icarələyib, üzərinə də şuuraltı terapevt, yaşam koçu və s. nə bilim və ilaxır, psixoloq yazıb otururlar, psixoloji mərkəz yazır, oturur. Bilirsiniz necədir? Mən sizə bir söz deyim. Mən ali təhsilliyəm, oxumuşam, oxuyuram və oxumağa da davam edirəm. Öz ixtisasımın, necə deyərlər, peşəkarıyam. Bugünkü gün tələbə də yetişdirirəm, seanslar da eləyirəm. Amma tanıdığım, bildiyim terapevtlər var ki, bu insan orta məktəbi belə zorla bitirib. Yəni elələr var, hətta 9-cu sinifə bitirib, heç 11 illiyi bitirməyib. Amma bugünkü şuuralı terapiya ilə məşğuldur. Şuuralı terapiya ilə məşğul olmaq üçün
tamam, bəziləri deyə bilər ki, bunun üçün xüsusi hər hansı bir təhsil olmasına ehtiyac yoxdur, amma əslində var. Çünki həmən o terapevt neyron əlaqələrini bilməsə, yəni ali sinir fəaliyyəti nədir bilməsə, mərkəzi sinir sistemi necə işləyir onu bilməsə, neyron nədir, akson nədir, dendrit nədir, sinapslar nədir, bunları bilməsə, ümumiyyətlə bilirsiniz də, orta məktəbdən sonra biz ali məktəblərə daxil olanda %80-90% hallarda ya birinci ya da ikinci semestrdə, bəzən də ikinci kursun birinci semestrində nitq mədəniyyəti deyilən bir dərs tədris olunur. Azərbaycan dili dərsi zaten tədris olunur. Nəyə görədir bu nitq mədəniyyəti? Danışarkən dilin etiket qaydalarına düzgün şəkildə riayət etmək. Məsələn, mən indi buradan özüm öz səhvimi tutacağım. Mən danışdığım yerdə zaten sözünü işlətdim. Azərbaycan leksikologiyasında bu tip söz yoxdur. Biz İstəsək də istəməsək də o bir məsələ var deyir, palaza bürün, ellə sürün. Artıq gün ərzində o qədər öyrəşirik ki, istəmsizcəsinə, qeyri-ixtiyari şəkildə bəzi yeni kəlmələri gətiririk. Amma hər şey o sıfırdan başlayır. Binanın təməli zəif olarsa, bina çökə bilər. Yəni, bir insanın təhsil bazası yoxdursa, düşünün ki, mənim yanıma bir mütəxəssis gəlir, pasient yəni formasında gəlir, amma bu insan mütəxəssisdir, tarix elmləri namizədidir. Mən 9-cu sinifi qurtarmışam, mən heç bilmirəm yeni dünya tarixi nədir, yəni Azərbaycan tarixi, yəni 10-11-ci sinifin kitablarını deyirəm, mən bilmirəm nədir. Və bu insan o haqda danışır, o hər kəsə öz dilində danışmaq lazımdır da, doğru deyilmi? Mən onu bilmirəmsə, yalnız bu cümlələ işləyəcəm. Həyatın axışına buraxın, zamanla düzələcək, daha gözəl nələr mümkün, bundan iyi nələr mümkün deyirlər, türklərdən götürüblər bu sözləri. Xeyr, həyatın axışına buraxmaqla düzəlsəydi, onda bizim kimi terapevtlər olmazdı. Həyat, zaman özü hər şeyi sağaldardı. Zaman şəfadırmı? Zaman şəfadır. Amma hansı halda? Elə bilin ki, mən xəstələnmişəm, dərmanı qarşıma qoyublar. Dərman mənim dərdimin dərmanıdır, amma mən onu içmirəmsə, mənə neyniyəcək? Qarşımda durubdur. Yanımdadır. Həmən zaman baxın, bu rolu oynayır. Qarşımdadır, amma istifadə eləmirəm. Zamanda istifadə olunduğu zaman şəfaya çevrilir. Yəni, bu tabunun qırılması üçün ilk öncə dırnaqarası mütəxəssislər aradan götürülməlidir. Bunun üçün də mənim dəyərli həmkarım və digər həmkar dostlarım müəyyən müddət bunun üzərində çalışdılar. Hətta biz belə bir biz müraciət elədik prezident administrasiyasına, bizim cənab prezidentə məktublar yollanıldı, ərizələr yazıldı. İndi aidiyyatı üzrə aidiyyatı qurumlar bu sahədə işləməyə çalışırlar. Məsələn, dünənə qədər psixologiya mərkəzi açmaq üçün hər hansı bir şəxs rahatlıqla gedib ya asan xidmətdə, ya dövlət vergi xidmətində sahibkar kimi vön açdırıb, psixoloji mərkəz adı altında, yəni bu kod adı altında vön açdırıb, kod açdırıb fəaliyyət göstərə bilirdi. Ancaq indi diplom tələb olunur, ancaq indi sənədlər tələb olunur. Artıq bunu eləmək yavaş-yavaş mümkün deyil. Keçmişləri də yavaş-yavaş araşdırırlar, zəng olunur, yoxlanılır, dəvət olunur. Sizdə bu diplom varmı? Varsa təqdim eləyin, yoxsa bu sahədə işləyə bilmərsiniz. Necə ki, bir ara kosmetologiyanın üzərinə düşmüşlər, eynən də indi müəyyən müddət ki, psixologiyanın üzərinə düşüblər və bu mənim üçün şəxsən çox sevindirici bir haldır, amma əfsuslar olsun ki, bu həldirmi, tam həll yolu deyil. Çünki gedəcək başqa dalda altında açacaq, heç açmayacaq, evindən oturub işləyəcək, oradan da yayınacaq, vergisindən də yayınacaq, bu tərəfdən də insanları bitəhər eləyəcək. Düşünün, mən sizə bir nümunə çəkmək istəyirəm. Hardasa bir 2-3 il bundan öncə bir pasiyent müraciət eləmişdi. Bizim mərkəzdən öncə, mən Simurq Parapsixologiya Mərkəzinin rəhbəriyəm eyni zamanda. Bizim mərkəzə müraciət etməzdən öncə başqa bir sosial şəbəkədən bir xanım mütəxəssisə müraciət eləyib ki, ona nə qədər mütəxəssis demək doğrudur bilmirəm. Xanım özünü reqresoloq adlandırır, yəni reqresiya hipnoz eləyir, reqresiya ilə məşğuldur.
bunu xanım, mənim pasiyentimin müraciət elədiyi şəxs. Bilirsiniz, pasiyentimi nə günə qoymuşdu sözün əsl mənasında. İnsanın o bir söz var idi, proqramları ilə oynamışdı. Beyin qarışmışdı. Düşünün, xəstə insanı biraz da, yəni nə mənada xəstə insanı, sağlam düşüncəyə sahib deyil, bu adam narahatdır. Narahat edən təşvişi var, həyəcanı var, bunun pozuntuları nevrozdur. Yəni düşünün, narahat bir insanı biraz da narahat eləyib, biraz da yükləyib, yəni yüklənmişin üstünə biraz da yük qoyub göndərmişlər üstümüzə. Baxdıq və sonradan mənim özümə şəxsən çox maraqlı gəldi. Həmən şəxsi araşdırdım ki, bu kimdir? Və dolayısı yollarla həmən şəxslə, həmən o mütəxəssislə görüşdük. Mənə dediyi bir cümləni deyəcəm sizə, yəni özünüz baxın, onda biləcəksiniz bu tabunu necə qırmaq olar. Mənə deyir ki, mən reqressiya ilə məşğulam. Dedim, nə gözəl. Hardan təlimini almısınız? Təhsiliniz var? Yoxdur. Orta məktəbi bitiribdi. Bayaq dedim ki, zorla bitiribdi. 9-dan qurtarıbdı. Bəs yaxşı, nə oxumusunuz? Lisey, peşə məktəbi? Yox, o da yoxdur. Kollec, o da yoxdur. Ali təhsildən zaten danışa bilməliyik. Onsuz bu 9-dan qurtarıbdı məktəbi. Yaxşı, bəs bu təlimi hardan aldınız siz? Qardaş ölkədən, Türkiyədən alıbdı. O cümləni işlədəcəm, biraz gülməli gəlir. Mən hər dəfə işlədəndə özümə gülmək gəlir. Deyir, mən deyir, müəyyən məvacib ödədim. Oradakı deyir, dərs deyən müəllimə deyir, başını hicab taxmışdı. Onun enerjisi xoşuma gəlmədi. Mən deyir, dərsə qulaq asmadım. PDF oxudum, öyrəndim. İndi reqressiya ilə məşğulam. Bəlkə o bir söz var, deyir, mən deyim 1, siz deyin 2. Müəyyən müddət 1-2 dəqiqə belə şok vəziyyətdə buna baxıram ki, bu nə danışır? Adam PDF oxuyub, reqressiya seansları eləyir və rahatlıqla da bunu sosial şəbəkədə də yayır. Mən filan kəsəm. Bilirsiniz, atalardan bir söz var, deyir, cahil insanın hay-huyu daha bərk çıxır. Elmli insan isə səsə çıxmır. Ağıllı insan səsə çıxmaz. Sakitcə durar, qulaq asar. Cahil amma qışqıra-qışqıra danışmağında olacaq. Baxdım, dedim, hə, aydındır. Dedim, bəs başqa nə bacarırsınız? Belə deyir, bu qədər. Dedim, bəs yaxşı, bu təlimin özünün müddəti nə qədər idi? Heç olmasa görüm, o qəşə çıxış yol axtarıram da, buna bir dayaq olsun deyə. Mənə dediyi söz buydu. Cəmi 2 həftə. Dedim, dağılay dünya. 4 ildən çoxdur, reqressiya təlimlərini almışam. Hələ də öyrənirəm də, öyrədirəm də, yenilənirəm də. Hələ mən reqressiya sözünü işlədəndə o bir söz var, deyir, ürəyimi döyünə-döyünə işlədirəm. Tamam, mütəxəssis olaraq belə pis çıxmasın. Tərifləmək kimi olmasın özüm, mükəmməl mütəxəssis ola bilərəm. Amma hər ikinin öz çətinliyi var. Çünki reqressiya asanlıqla aparılacaq bir seans deyil. Yəni düşünün, bu tərz bizim mütəxəssislərimiz, yenə deyirəm, bunlar dırnaqarası mütəxəssislərdir. Bu tərz mütəxəssislərimiz cəmiyyətdə artdıqca bizim bu tabularımız, əfsuslar olsun ki, yox olmayacaq. Ona görə araşdırıb, bilib, yəni bildikləri mütəxəssisə Bəli, o bir söz var, feedback, geri dönüşlərə baxmaq lazımdır. Amma bir məsələ də var. Məsələn, indi bir pasiyent durub məni araşdırsa, mən heç bir geri dönüşümü sosial şəbəkədə paylaşmıram. Etik kodeksə uyğun deyil. Paylaşırlar, nömrəni üstün bağlayırlar, məktubu paylaşırlar. Olmaz. Etik kodeksimizə uyğun deyil. Bir psixoloq bunu eləməməlidir. Bir mütəxəssis bunu eləməməlidir. Çünki ola bilər ki, ola bilər mütləqdir, sizin özünüzə xas yazı üslubunuz var. Mənim özümə xas yazı üslubum var. Əl yazmadan getmir. Bugünkü gün elə necə deyərlər, kompüter şriftləri ilə telefonda da yazılanda da bilinir ki, bu vergülü buradan qoydu, bu əlin yerinə e yazdı, anın yerinə nə bilim nə yazdı. İnsanlar tanınır. Olmaz. Bu birinci etik deyil. İkincisi də ki, indi düşünün ki, mən paylaşmıram, bu adam məni hardan tapacaq? Düzdür, dostlar deyir ki, çıxın, danışın. Çıxırıq, danışırıq hal-hazırda ki, proses belə gedir. Hər gördüyünüzə inanmaq lazım deyil. O, üzr istəyirəm ifadəmə görə, mən hər zaman bütün pasiyentlərimə, dostlarıma, ətrafımdakı insanlara məsləhət görürəm ki, Atalar Sözü və Məsələlər kitabı var. Barmaq nazirliyindədir. Baxın, mən barmağımdan eyni nazirlikdədir. Alın, onu oxuyun. Orada o qədər gözəl deyimlər, kəlamlar var ki, insanın
necə deyək, həyatını dəyişməyə kömək eləyə bilər. Üzr istəyirəm ifadəmə görə bir məsəl var. Deyir, kabab yeyisinə gəlmişdik, gəldik gördük eşət dağlayırlar, üzr istəyirəm. Uzun qulağı dağlayırlar. Yəni insanlar da görünüşə aldanıb getməsinlər. Qəşəng bahalı çəkilişlər, bahalı necə deyirlər, babam demişkən, bahalı sözlər, bunlara qaçmaq lazım deyil. Baxmaq lazımdır bu adamın danışığına, elminə, mədəniyyətinə və təbii ki də ən əsası biliyinə. Gənclər arasında artan panik atak və təşviş pozuntusunun əsas səbəbləri nələrdir? Bu da mükəmməl sualdır Gülnar xanım. Baxaq nəyə? Ümumiyyətlə psixiatrik xəstəliklərin 3 kateqoriyaya bölünür. A, B, C kateqoriyası. A kateqoriyasında nevrozlardır. Təşviş həyəcan pozuntuları, dediyiniz panik atak, posttravmatik stres pozuntusu, fobiyalar, qorxular, depressiya və s. və ilaxır. B kateqoriyasında şəxsiyyət pozuntuları, steroid şəxsiyyət pozuntusu, borderline şəxsiyyət pozuntusu, şizotipal, paranoyal və s. və ilaxır. C kateqoriyasında, yəni C kateqoriyasında isə psixozlardır. Yəni şizofreniyalar, onun da növləri var. Paranoid, apatik, abolik, katatonik və gebefrenik şizofreniya. A kateqoriyaya daxil olan, yəni təşviş həyəcan pozuntuları 80% hallarda psixoterapiya ilə, 20% hallarda isə psixiatrik dərmanlarla müalicə olunur. Bu hansı hallardır? Əgər o dediyiniz, yəni o təşviş həyəcanı və panik atak özü orta ağır, ağır və kəskin ağır dərəcədədirsə, mütləq psixoterapevtlər, psixoloqlar pasiyenti yönləndirməlidir psixiatra. Psixiatr adiyyatı üzrə dərman preparatlarını təyin etdikdən sonra 14-21 gün müddətindən sonra pasiyent təkrar yenidən psixoterapevtə yaxınlaşmalıdır. Nəyə görə artır? Əfsuslar olsun ki, yeniyetmələr arasında bugünkü gün bəli çox görsənir. Səbəbini izah eləyək. Mən öz prizmamdan, öz baxış açımı izah eləyəcəm sizə. Nəyə görə? Yeniyetmələrimizin o inkişaf dönəmi təsadüf eləyir orta məktəbin hazırlıq dönəmlərinə, yəni abituriyent dönəmlərinə. Və abituriyent dönəmlərində bugünkü gün maşallah hər ailə, o valideynlər o belə deyək də yemir, içmir, övladını oxutmağa çalışır ki, övladı sağlam gələcəyə, sağlam nəsillə, sağlam biliklə böyüsün, addımlasın və əfsuslar olsun ki, o bir söz var deyir, elədiyi yaxşılığı üzə vura-vura eləyir bir çox hallarda valideynlər. Neynirlər? Deyir, universitetə girməsən, üzvə baxmayacaq. İndi daha kəskin də deyirlər. O olmasa belə olacaq, bu olmasa elə olacaq. Uşağı tənqid və bəzən təhqir, bəzən də necə deyirlər, şiddət göstərirlər. Uşaq da fikirləşir ki, mən universitetə girməsəm, məni öldürəcəklər, məsəl üçün. Ondan sonra əziyyət çəkmədən sonra gedim özümə nəsə eləyim. Bir qədər də bu uşaq, bəzən deyirlər ki, uşağın iradəsi, savadı, biliyi çox olanda olmur. Xeyr, o qədər yüksək intellektə sahib olan gənclərimiz, yeniyetmələrimiz əfsus olsun ki, suicidal meyliliyi var, gəlin görəsiniz. Yəni, burada panik atakın və təşviş həyəcanın artmasının mənə görə birinci səbəbi ailədir. Çünki ailə, hər birimizin ailəsi, mənim də, sizin də, birinci sosiallaşdığımız mühitdir. Əgər mən öz sosial mühitimin baza bayaq dediyi binanın bazası, fundamenti yaxşı olmasa, bina çökəcək. Onun fundamenti, onun o özəli, özü bərk olmasa, yəni bu oğlan yaxud da ki bu qız öz anasına, öz atasına həm rahatlıqla sözünü deyə bilməsə, həm onlarla dost ola bilməsə, həm ürəyindəki sözlərini açıb deyə bilməsə, təbii ki, o yığacaq ta uşaqlığından. Yeniyetməlik dönəmində də bilirsiniz ki, el arasında belə bir söz var, keçid dövrüdür.
Yəni ki, hormonal dəyişikliklər baş verir və bədəndə balans pozulur. Disbalanslıq yarandığına görə düşünün ki, kortizol hormonları artır. Bu qorxu, stres, aqressiya hormonudur. Serotonin azalır, bağırsaqlarda ifraz olunur. Dopamin, endorfin azalır, beyində ifraz olunur. Bu xoşbəxtlik və relaks hormonları. Bunlar azalır, kortizol artır, gün ərzində balans pozulur. Və bu balans pozulduğuna görə və unutmayın, mən sizə belə bir informasiya vermək istəyirəm. Yeniyetməlik dönəmində olan 80-90% gənclərimizin, yəni yeniyetmələrimizin 80-90% borderline şəxsiyyət pozuntusunun xarakteri xüsusiyyətlərini daşıyır. Yeniyetmələrimizə baxın, ola bilər ki, böyük əksəriyyətlə bunu görəcəksiniz. Günün müəyyən bir saatlarında şən, müəyyən bir saatlarında qəmgin, kədərli, müəyyən bir saatlarında biraz normal, sona doğru yenə biraz kədərli, sonra da ya şən olur, yatır, yaxud da ki, o kədərlə, qəmlə təkrar yatır. Yəni ki, orada dəyişir. Hələ mən sizə çox qısa bir, necə deyirlər, çox görülə biləcək bir nüans çəkirəm. Və nəyə görə artır? Birinci baxırıq, düzgün sosiallaşa bilmir, çünki ailənin orada təzyiqi var. İkincisi, hormonal disbalanslıq yaranır, istəsək də, istəməsək də. Üçüncüsü, sosial çevrəsidir. Bu adam çıxır, yeniyetməlidir, məktəbdə gedir, məsəl üçün nümunə çəkirəm, ya oğlan, ya qız fərq etməyəcək. Sinif yoldaşlarından, müəllimlərindən, hazırlıq müəllimlərindən təzyiq görür, yaxud da ki, digər bir yerdə və bu insanın istəsə də, istəməsə də artıq beynində təşviş, həyəcan formalaşmağa başlayır. Ola bilər atadan, anadan təşviş, həyəcan görməyib, yaxud da atadan, anadan görür, sosial çevrəsindən heç bir təzyiq görmür. Amma avtomatik olaraq beyində belə bir formalaşma, fikir, düşüncə formalaşır ki, mən 5 dəqiqə evə gec gedəcəmsə, atam, anam məni öldürəcək, mənə qışqıracaq, məni tənqid eləyəcək, təhqir eləyəcək, ağzına gələni deyəcək. Tamam, bu demək deyil ki də uşaq elə fürsətdən istifadə eləsin, geçsin, bütün günü gəlsin, tozsun, xeyr. Amma abituriyent belə olsa bu insanın dincəlməyə ixtiyarı var və haqqıdır. Yəni, bu adam da istirahət eləməlidir. Bu dərsdən digər dərsinə qədər beyni istirahəti ilə sakitləşdirməlidir. O, yeniyetməlik dönəmindəki uşaqların da istirahəti nədir? Əvvəllər bizim dönəmimizdə biz deyərdik, gülərdik, həyətdə oynayırdıq. İndi telefonda əfsuslar olsun. Çalışmaq lazımdır ki, mən həmişə bütün ətrafımdakı dost tanışlarıma da deyirəm, abituriyent tələbələrə, abituriyentlərə hər hansı bir smart telefon işlətmək əslində olmaz. Qoyun, o bir söz var, elərsən, deyir, qozqıran, adi knopkalı telefon vermək lazımdır. Çünki o telefonlarda da informasiya çoxluğu, ümumiyyətlə insanlar çoxlu informasiya qəbul edir, fikir dağınıqlığı olur və daha çox da məlumat əldə edir də beyin. Sözünüzə qüvvət olaraq sizə bir söz deyim. Baxın, insan beyni bir dəqiqə ərzində, indi araşdırmaların bəziləri 7-8 deyir, bəziləri 20 deyir. İndi hər, belə deyək də, eksperiment özünə uyğun deyir. Ortalama götürək 10. İnsan beyni bir dəqiqə ərzində 10 dənə informasiyanı rahat şəkildə qəbul edir. Amma bizim gənclər girir Instagrama, TikToka, elə təkcə gənclərimiz yox, demək olar ki, cəmiyyətimizin mütləq əksəriyyəti. Reels videolar, short videolar YouTube-da dəyişir, 5 saniyə, 10 saniyə. Baxır gedir, baxır gedir, baxır gedir, baxır. Bir dəqiqə ən aşağısı 15, ən aşağısı 15-20 videoya baxır. Və beyin yüklənir. Biz fikirləşirik ki, əşi, dincəldirəm beynimi, əksinə beyni yüklüyürük. Özümüzün də xəbərimiz olmadan şuuraltına onları otuzdururuq, şuuraltı depoluyur bunları. Biz lazımsız yerə şuuraltımızı və beynimizi yükləmiş oluruq. Onun yerinə hər hansı bir meditasiya eləmək, kitab oxumaq, təbiətdə gəzişmək, dəniz kənarında olmaq ən gözəlidir. Və hətta biraz da mən bəzən deyirəm, uşaqlarla, çağalarla, körpələrlə oynamaq daha gözəldir. Boşanma sayı artdıqca ailə psixoterapiyasının rolu nə qədər vacib olur? Əfsuslar olsun ki, bizim cəmiyyətimizdə boşanan şəxslər, yəni cütlüklər, boşandıqdan, 90% hallarda boşandıqdan sonra mütəxəssisə müraciət eləyir. Ən böyük yanlış. Yəni, zamanında müraciət eləyib,
öz aralarındakı yanlışları görməklə, səhvlərini, doğrularını bilməklə, öz ailələrini doğru şəkildə idarə etməyi öyrənməklə bir yerdə qalmaqdansa, dava qırğınlardan sonra, müsibətlərdən sonra gəlib ayrı-ayrılıqda, yəni hər kəs artıq ayrı-ayrı şəkildə öz terapiyasını almağı seçir. Əfsuslar olsun ki, bugünkü gün bizdə belə bir nüans demək istəyirəm. Bu uzun illərdir elə bizim cəmiyyətimizdə formalaşıb, bu da bir tabudur. Yeni cütlüklər ailə həyatı qurur, məsələn, onların övladı olmur müəyyən müddət. Kişidə problem yoxdur, ancaq qadındadır. Bu bizdə bilirsiniz, cəmiyyətdə belədir. Təəssüf ki. Əfsuslar olsun ki, kişidə problem yoxdur, ancaq qadındadır. Yazıq gəlin illərlə, aylarla müalicə alınır, sonunda məlum olur ki, kişidə hər hansısa bir problem var. Adi hər hansısa bir dərman preparatı verilir. O ya iynə, yaxud da bir preparat onu qəbul edir və sağalır. Sonunda da rahat bir şəkildə övladları olur. Eynilə psixoterapevtik yanaşma da belədir bizim cəmiyyətdə, əfsuslar olsun. Biz deyəndə ki, biz psixoterapevtlərdən söhbət gedir, mütəxəssislərdən söhbət gedir ki, cütlüklərə gəlin birlikdə seans olun. Cütlük seansı. Yəni ər və arvad eyni zamanda seansda olur. Mən sizə ən qısa bir metod istəyirəm buradan deyim, bizim izləyicilərimiz də elə buradan öyrənsinlər ki, zaten mənim yanıma gəlsələr mən onu istifadə eləyəcəm. Əziz cütlüklər, öz həyat yoldaşınızla üzbəüz oturub bir-birinizin gözünün içərisinə baxın. Hər ikiniz də bir-birinizə dayanmadan, təbii ki, ardıcıl şəkildə, eyni vaxtda yox, 5 ən müsbət tərəfinizi, 5 ən mənfi tərəfinizi sadalayın. Sonra müsbətin nəyə görə müsbət olduğunu, mənfinin də nəyə görə mənfi olduğunu bir-birinizə izah eləyin. İstəsəniz də, istəməsəniz də bir-birinizin mənfi tərəflərinizi bir-birinizə demiş olursunuz və qarşı tərəfi anlayış göstərəcəksə, avtomatik olaraq o mənfi tərəfləri analiz eləyib düzəltməyə gedəcək. Bir də belə bir məsələ var. Bizim qadınlar, ümumiyyətlə söhbət bizdən getmir, bütün qadınların beynin düşünmə tərzi emosionaldır. Emosional düşüncə tərzinə sahibsiniz siz qadınlar. Biz kişilər isə səbəb-nəticə əlaqəsi qururuq. Məsəl üçün, əgər bir qadın deyərsə ki, cütlüklərdən ailədən gedir, belə deyək, bir metafor yaradaq, bir kişi ailəyə gəlir, işdən gəlir evinə, öz həyat yoldaşı ilə görüşür və çıxır, gedir, oturur, əlini dəyişir, paltarını geyinir və həyat yoldaşı belə kobud desə ona sifət eləyir, yəni Loreldə desək. Aha, həmən an onun həyat yoldaşını, xanımına sorğulasaq, o emosional düşünmə tərzinin deyəcək ki, içəri girəndə mənlə yaxşı görüşmədi, ona görə belə eləyirəm. Kişiyə sual versəz deyəcək ki, həmən an, sənin yoldaşın sənə nəyə görə belə Loreldə desək sifət eləyir? Deyəcək, bilmirəm ki, həqiqin nəsə eləmişim. Yəni kişi səbəb və nəticəni axtarır, qadın isə onun hansı bir hərəkətini. Qadın həmən orada fikirləşmir ki, mütləq əksər hallarda daha doğrusu qadınlarımız fikirləşmir ki, bu insan işdən gəlibdir, məsəl üçün, günün yorğunluğu var üzərində, o içəri girib geyimini dəyişməlidir ki, özünü rahatlaşdırsın, sonra rahat bir şəkildə səninlə ünsiyyətə keçsin. Amma qadın deyir ki, qapıdan içəri girdisə, mənim bölgəmə giribdir, o mənimdir, mənim dediyim kimi olmalıdır, hər şey dəyişməlidir. Əfsuslar olsun ki, bu kimi qadınlarımızın da beyninə miflər yenə sosial şəbəkələrdən gəlir. Baxırlar blogerlərin, vlog çəkən şəxslərin həyat tərzlərinə, baxırlar bahalı həyat ki, əslində bu belə deyil. Bəli, əslində elə deyil. Elə deyil. O gülü mən almışam, məsələn sizə hədiyyə verirəm, oradan gəldir. Onlar ondan bir video çəkim. O video çəkir. Vay mənim həyat yoldaşım mənə belə bir şey aldı. Və həsəd aparırlar və qarşı tərəfdən də onu gözləyirlər. Bu özü ən böyük uçuruma aparan bir situasiyadır. Ona görə də bayaq dediyim o texnikanı 5 ən yaxşı və 5 ən pis, ən mənfi necə deyirlər, tərəflərinizi bir-birinizin üzünə deyin, üzbəüz və o zaman sizin
ailənizdə, sizin belə deyək də, o dövlət, ailə kiçik dövlətdir. O dövlətinizdəki qeyri-qanunilikləri, pozuntuları tapacaqsınız və o gözəl təsir edəcək. Və əgər birlikdə bunu eləyə bilmirsinizsə, zamanında psixoterapevtə müraciət etmək lazımdır. Çünki biz psixoterapevtlər neytral şəkildə kənardan izləyirik. Baxın, bir dənə də tabu budur. Mən deyir, gedəcəm, o mənə məsləhət verəcək. Psixoterapevt məsləhət verən şəxs deyil. Olmaz. Sənin görmədiyin tərəfləri sənə göstərən şəxsdir. Çünki biz neytral, üçüncü şəxs qismində kənardan baxırıq. Bir insanın bir neçə kimliyi var. Məsələn, mənim ata kimliyim var, dost kimliyim var, müəllim kimliyim var, birinin terapevti kimliyim var. Efir qarşısında danışan, məsəl üçün, jurnalist kimliyim ola bilər, mən xanəndəlik oxumuşam uşaq olanda, musiqi oxuya bilərəm, mahnı oxuya bilərəm, xanəndə kimliyim ola bilər və s. və ilaxır. Yəni, bir insanın müxtəlif kimlikləri olduğu kimi, bir ailədə də müxtəlif kimliklər var. Yəni, bu xanım həm evinin xanımıdır, məsəl üçün, kişi də evinin bəyidir. Həm yoldaşının, necə deyərlər, yataq dostudur. Bizdə əslində bu tərzdə danışacaq. Mən bir dəqiqə açıq danışsam, vay eləyib tez ekranı bağlayacaqlar. O bizim bir filmimiz var. Kinonun adı yazmalı çıxdı. Deyir, boy, ammoşu deyir, bu kino deyir, nətər deyir, bala deyir, əvvəli zırıldamalı da, axırı hırıldamalı. Yəni, orada belə uşaqları qovurlar. Təbii ki, uşaq qovulmalıdır, o tərs uşaqların yaşlarına uyğun deyil. Amma mən durub burada intim münasibətlərin düzgün aparılmasına, retbil sistemdə qadın-kişi münasibətlərindən danışsam, müəyyən bir qism qulaq asacaq, müəyyən qism deyəcək, vay, bu nədən danışdı? O bir söz var, deyir, daş atıb başını tutacaq. Amma doğru, düzgün ailə həyatı istəyirsinizsə, əziz izləyicilər, retbil sistemin 5 qızıl qaydası var, 3-ünü sadalayacağım. İlk üçlüyə əməl eləyin, sizin ailə həyatınız mükəmməl olacaq. 1. Dəyişəcəyiniz insandan ailə həyatı qurmamalısınız. Evlən düzələcək deyə bir şey yoxdur. Düzəlməyəcək. Never ever məsələsi. Heç bir zaman. İkincisi, cinsəlliyinizə önəm verməlisiniz. Ən az 45-55 yaşına qədər həftənin 7 günü var, heç olmasa 4 dəfə. Cinsəl həyatınız olmalı. Cinsəllik nə qədər artarsa, bir o qədər də qadın və kişinin bir-birinə bağlılığı da artacaq. 3. Qarşılıqlı hörmət və qarşılıqlı anlayış. Bu yoxdursa, bu ilk üçlük, yaxud da bu ilk üçlükdən hansısa biri yoxdursa, ya o ailənin təməli düzgün qurulmayıb, ya da orada avtomatik olaraq terapiya aparılmalıdır. Nələrsə var, problemlər var. Telepatiya və düşüncə ötürülməsi mümkündür, yoxsa sadəcə təsadüf və intuisiya ilə bağlıdır? Çox gözəl sual. Gəlin biz ümumiyyətlə baxaq, telepatiya nədir? Bəli. Telepatiya parapsixologiyanın, belə deyək də, qabiliyyətlərindən biridir. İndi sual verə bilərsiniz, parapsixologiya nədir? Parapsixologiya, parapsixos, logos sözlərinin birləşməsindən yaranan para, can, psixos, ruh, logos, elm. Yəni, ruh, bədən və zehnin, yəni bir kibernetik sistemin bir-birinə verdiyi vəhdəti öyrənən və bu vəhdətdən yaranan psixoloji qabiliyyətlər dedim, psixik qabiliyyətlər dediyimiz qabiliyyətləri, fövqəladə təbii qabiliyyətlərin öyrənən, onları tətbiq etməyi öyrədən bir elm sahəsidir və eyni zamanda parapsixologiya elm və ezoterikanın kəşfəsində yerləşir. İndi baxaq, telepatiya nədir? Tele məsafədən deməkdir, patiya ötürmək. Məsələn, televizor dedir, tele məsafədən vizor göstərmək, vizuallıq mənasında. Yəni, məsafədən ötürmək. Bu, hər hansı bir təsadüf deyil. İnsanın, mən bir çox, belə deyək də, çıxışlarım var, sırf bunlarla bağlı. Hətta qədim Misir dönəmindən, Şumer, Babil dönəmlərinə qayıtsaq, o dönəmlərdə belə insanlar bilirdilər ki, epifis vəzi deyilən bir vəz var və bu vəz insanın psixik qabiliyyətlərini, fövqəladə təbii qabiliyyətlərini inkişaf elətdirən bir vəzdir. İndi bugünkü gün bizim tibbimiz, söhbət bizdən getmir, ümumi dünyadan gedir. Yəni, tibbimiz, elmimiz tərəqqi elədiyinə görə artıq bəllidir ki, 2010-cu ildən bəllidir ki, ona qədər elm, tibb deyirdi ki, epifis vəzi melatonin hormonu ifraz eləyir. Yəni, yuxu hormonu. Amma 2010-cu ildə
belə bir belə deyək, araşdırma aparıldı və qəbul olundu ki, bu elmə də qəbul olundu ki, beyin epifizası təkcə melatonin yox, dimetiltriptanin deyilən DMT adlandırdığımız ikinci hormon var ki, onu da ifraz eləyir. Bu hormon DMT nə deməkdir? Ruh hormonu. İnsanın fövqəladə təbii güclərini gücləndirə biləcək bir hormondur. İndi deyirsiniz ki, təsadüfdürmü yoxsa yox? Bilirik ki, təsadüf deyə bir şey yoxdur. Hər şey zərurətdəndir. Olmalı idi, oldu. Belə olmalı idi, belə də oldu. Mən burada olmalıydım ki, bu saatda buradayam. İndi baxaq. Mən həmişə bu tip suallarda biraz qarşılıqlı debat aparmağı xoşlayıram. Heç sizdə olubmu Gülnar xanım? Düşündüyünüz insan, ani olaraq düşünmüsünüz. Bir 5 dəqiqə, 10 dəqiqə sonra sizə zəng eləyib, ya bir gün sonra, O ya qədər qarşınıza olur. çıxıb. Bəli, bəli, çox olur. Görürsüz məsafədən ötürmək. Yaxud da ki, oturmuş birdən demirsiniz ki, məsələn də bir filan kəsə zəng eləyim görüm nə edir. Zəng eləyir, ailəm indi səndən danışırdı. Bəli. Bu nəyə görədir? Frekans dalğaları. Bax, rezonans qanunu haqqında oxusanız, kvant fizikasında, hər bir şeyin özünün frekansı var, titrəyişi var. Mənim səsimin, baxın bunun, mikrofonun, bu stolun, hər birinin özünün frekansı var, yaydığı tezlik var. Və bu tezliyi mən sizə loru dildə istəyirəm hər şeyi izah edeyim ki, izləyicilərimiz tam rahat başa düşsün. Lucy filmi var, 2016-cı ilin filmidir. Orada xanımın bədəninə yüksək dozada narkotik vasitə, belə deyək də, tətbiq eləyirlər və onun beyni açılır, belə deyək. Orada müəyyən bir situasiya var. Xanım beyin o qədər inkişaf eləyir ki, artıq insanların danışıqlarını, onlardan belə deyək, kosmik fəziyə qalxan kodları görməyə başlayır sanki. İndi film elədir və başlayır oradan bir-bir seçib qulaq asmağa. Bu məsələ üçün orada filan kəs bunu danışır. Burada Behman kəs bunu danışır və tapır öz istədiyi adamı telepatiya ilə yönləndirməsini eləyir. Yəni insanlara bu görsel olaraq, vizual olaraq görsünlər deyə mən bunu deyirəm. İndi telepatiya necə mümkündür? Məsəl üçün, İlk öncə telepatiya eləməyi öyrədirəm hal-hazırda. Əyləşirsiniz, beyninizi tam sıfırlamalısınız. Yəni bunun üçün dərin-dərin nəfəs alıb verirsiniz, gözlərinizi yumursunuz, qaranlıq bir otaqda oturursunuz. İşıq gəlməsin ki, əlavə səslər gəlməsin ki, rahat olasınız. Nəfəsi necə alacaqsınız? Kvadrat nəfəs texnikası var. Nəfəsi məsəl üçün 3 saniyə aldınız, 3 saniyə saxladınız, 3 saniyə verdiniz, təzədən 3 saniyə bir daha aldınız. Sonra bunu yavaş-yavaş 4, 5, 6, 7, 8, 9 saniyələrə qədər qaldırırsınız. Amma məcbur deyilsiniz birinci dəfədən bunu eləyəsiniz. Etap-etap. Bu nəfəs texnikası necə? 3 saniyə nəfəs alırıq, 3 saniyə nəfəsi saxlayırıq, 3 saniyə nəfəs veririk, təzədən bir 3 saniyə nəfəs alırıq. Bunu 3, 4, 5, 6, 7, 8, 9 qaldırırıq, amma bir dəfəyə bu qədər qalxmağa ehtiyac yoxdur. Etap-etap, yavaş-yavaş 3, 4, 5 bəsdir. Bunu eləyin, bədəninizin rahatlığını hiss eləyəcəksiniz. Nəyə görə? Çünki qan sirkulyasiyası bədəndə stabilləşəcək və rahatlaşacaq. Oksigen çatmadığı yerlərə də gedib çatacaq. Bədən relaks vəziyyətinə gəlir. Və sonra beyninizdəki bütün düşüncələrinizi saxlayın. Kimi düşünmək istəyirsinizsə onu düşünün. Düşündüyünüz insanı. Gözünüzün qarşısında onun bir şəklini, bir formasını, bir silüetini yaradın və qarşınızda gözü yumulu şəkildə gözünüzün qarşısında yaratdığınız silüetin tam alnının bu nöqtəsinə, epifizinin olduğu hissəyə, üçüncü göz dediyimiz hissəsinə baxın və məsəl üçün çox qısa bir söz deyirsə, məsəl üçün mənimlə əlaqə yarat. Mənə zəng elə, məsələn. Zəng et mənə. Zəng et mənə. Və daim bunu ürəyində təkrarlayırsan. Ola bilər ki, o həmin o dəqiqə yığmaz. Bu birinci dəfədir, alınmaya bilər. Bir neçə dəfə bunları məşq eləyəndən sonra artıq siz telepatik qabiliyyətinizin yarandığını və olduğunu görəcəksiniz. Parapsixologiyanın gələcəyi necədir? Elm tərəfindən qəbul olunacaq, yoxsa həmişə mistika kimi qalacaq? Mən istəyərəm ki, bu sualın cavabını verməmişdən öncə Sigmund Freuddan, Carl Gustav Jungdan bir necə deyərlər, stat gətirim. Milton Harold Eriksondan, yəni Milton H. Eriksondan da
bir stat gətirim. Onların hər biri deyirdi ki, istənilən psixoterapiya zamanı mistika olmasa sağalmağı gözləməyin. Çünki şuuraltının dili simvolların dilidir. Şuuraltının dili mistikanın dilidir. Bizdə hipnozda mən sizə istəyirəm xahiş edirəm ki, bu nəyə görə bunu deyirəm? Yəni sualınızın cavabını həm izləyicilərimiz tam gözəl başa düşsün, həm də geniş spektrdə olsun. Hipnozda belə bir texnika var, avtomatik yazı. Texnikanı izah eləməyəcəm, amma avtomatik yazıda necə olunur? Şəxs yazını yazır, hipnoz trans halında. Baxırsınız ki, belə qaralayıbdır. Sual verirsən, burada nə görürsən də, məsəl üçün. Nə görürüm? Bəziləri ağlayır, bəziləri gülür, bəziləri qorxur, bəziləri vahimə ilə baxır, bəziləri sevincək baxır. Sual verirsən, nə var orada? Yalnızca deyir ki, məsələn, eləsi olub ki, orada sadəcə olaraq belə qaralayıbdır, mənə deyib ki, atamı görürəm. Hansı ki, atasının dünyasını dəyişib. Trans halında atasını görüb, atasının çəkdiyini təsəvvür edir. Hə, nə var orada, nədir və s. və axır beləsən gedir, terapiya alır. Amma tam şuurlu şəklə qayıdandan sonra trans halını yekunlaşdırırıq, hipnozu yekunlaşdırırıq. Baxır, deyir, bu nədir? Deyirəm, siz çəkmisiniz. Artıq izah verə bilmirəm, amma o nədir? Çünki şuuraltının dili gedir orada. Yəni, bu sözü nəyə görə deyirəm? Parapsixologiya mistik tərəfləri olsa da, əslində deyərdim ki, çox gözəl, faydalı və işə yarayan texnikaları olan bir sahədir. Hərdən sual verirlər ki, bu elmə təsdiq olunmuyub, falan, filan. Deyirəm, mənə elmimizin təsdiq elədiyi terapiya metodu var, CBT, Cognitive Behaviorism Therapy, yəni kognitiv davranış terapiyası. Onunla biz elmimiz təsdiq edib bu terapiya metodunu. Şizofreniyanı sağalda bilirik, turizmə baxır. Hər hansısa bir şizotipalı, şizoidi, şizoaffektiv pozuntunu bipolyarı müalicə eləyə bilirik. Yenə yox. Yaxşı, bir dənə də sual verim. Onunla IQ səviyyəsi çox aşağı olan bir insanla işləyə bilirik. Əfsuslar olsun ki, yenə də yox. Çünki ad üzərində kognitiv terapiyadır. Kognitiv davranış terapiyasıdır. Nədir bu adam? Kognisiya. Bu adam şey istəyir, IQ istəyir. Adamın belə deyək, intellektual səviyyəsi yüksək olmalıdır. Danışığını, terapevtin nə demək istədiyini anlamalıdır. Terapevt onun səviyyəsini yeməməlidir. O terapevtlə eyni səviyyədə olmalıdır. Əfsuslar olsun ki, hər elmimizin təsdiq elədiyi doğru deyil. Bayaqları bir söz işlətdim ki, 2010-cu ilə qədər elmimiz deyirdi ki, epifiz ancaq melatonin ifraz eləyir. 10-cu ildə nə tərz oldu? Böyürdən dimetil triptanin də çıxdı, yəni DMT. Demək onda 2010-a qədər elmimiz yalan deyirdi. Elə deyil. Yəni, həyat da belədir. Yəni, parapsixoloji baxışa da budur. Bugünkü gün parapsixologiyanın, məsələn, o DMT-ni parapsixologiya uzun illərdir deyir ki, insan beyni ruh hormonları ifraz eləyir. Onun haqqında araşdırmalar aparıb baxsanız da, alimlər, araşdırmacı həkimlər, parapsixoloqların özləri də yazıblar ki, bu beynin epifiz vəzini ifraz elədiyi ikinci hormon, ruh hormonu. O zaman heç tibb bunu araşdırmamışdı. Heç deyirdi, yoxdur elə bir şey. Amma bugün tibb bunu təsdiqlədi ki, var imiş. Dünənə qədər kvant fizikası yox idi, rezonans qanunu yox idi. Deyirdilər ki, belə bir şey ola bilməz. Çünki frekansı, bayaq izah elədiyim tezliklərdən anlayış yox idi. Bugün amma onları xüsusi ölçən cihazlar var. Auranı, məsələn, mən bugün deyirəm ki, məsələn, Gülar xanım, sizin auranız həm açıq mavidir hal-hazırda, həm də bozuntuldur. Bu əsasən bozumtulluq boğaz və baş nahiyələrində. Bu çox güman ki, sizin başınız falan ağrıyır, ya narahatsınız, ya da ki, hal-hazırda sıxıla bilərsiniz. Bəlkə də sıxılmırsınız. Daxilinizdə gedən hər hansısa bir psixoloji problemdir, narahatlıq, gərginlik və s. çox şey ola bilər. Özünüzün özünüzə qəbul edə bilmədiyiniz, bəzi üzləşmək istəmədiyiniz bəzi nüanslar ola bilər. Aha, bunu deyəcəklər ki, Əhməd bəy bunu dildə dedi. Nədən isbat eləyə bilər? Gülnar xanımın aurası açıq mavidir, ancaq dediyi nahiyələrdə bozuntul rəy var. Kirlayin fotoaparat deyilən bir fotoaparat var əzizim. Gedin alın, gətirin, şəklini çəkin.
hal-hazırda bizi çəkən kameralar kimi bir kameradır. İnsanın energetik aurasını, belə alanını, enerji sahəsini göstərir. Biofilt dediyimiz, biopolya dediyimiz enerji sahəsini göstərir. Aurasını göstərir, rəhlərini göstərir. Sonra səhv eləmirəmsə, biopulsar aparatdır. Bu yaxınlarda mən özümdə o cihazı gördüm. Aparatın adı tam yadımda deyil. Biopulsar aparatdır. Əlinizi qoyursunuz. Refleksoloji nöqtələrdən insanın enerjisini, aurasını göstərir. Yəni bu tip cihazlar get-gedə artır. Bugünkü gün xüsusi terapevtik necə deyirlər, kravatlarda, lor dillə deyək, var. Artıq ölkə hüdudlarımızda da var, ölkəmizdən xaricdə də zaten var. Nədir? Xüsusi tezliklər, dalğalar yayır. O dalğalar vasitəsilə. Tamam, bu tezliklər, bu dalğalar, bunların hamısı insan bədəninin frekansı da var. Əgər, yenə deyirəm, mənim səsimin frekansı varsa, mənim enerjimin də frekansı var, mənim auramın da frekansı var. Və bunların hamısını zaman keçdikcə biz elm tərəqqi elədikcə artıq isbat eləməyə bacaracaq. Mənim bugün dediyim bəzi şeylər var, əfsus olsun ki, heç bir cihazım yoxdur hal-hazırda yanımda. Biolokatoru mən dəfələrlə göstərmişəm, əlimdə tutmuşam, fırın, amma tərpənməmişəm. Dəfələr olub ki, studiyalarda, çəkilişdə hansısa kameraman deyib ki, mən inanmıram. Kamerasından şunuru çıxarıb, tutmuşam əlimdə, şunur fırlanıbdır. Baxıb beləsən, şoka düşübdür ki, ola bilməz. Yəni, bu necə olur? Nə baş verir? Amma mənim cihazım deyildi, fırlanmasın, dondu da. İnsan enerjisini idarə eləməyi bacara bilər. O halda ki, beynini idarə eləməyi bacarsın, ruhunu idarə eləməyi bacarsın. Parapsixologiyaya elmi baxış açısı isə get-gedə qəbul olunmağa doğru irəliləyir. Bu çox gözəl xəbərdir. Bəli. Amma yenə də deyirəm, əfsuslar olsun ki, yağışdan sonra artan göbələk kimi və bəzi o dırnaqarası insanlar özlərinə gözəl libas geyindirsinlər deyə özlərinə parapsixoloq adı qoyub, parapsixologiya adını falçılıq, baxıcılıq, dələduzluqla yanaşlaşdırırlar. Əfsuslar olsun ki, mənim də bugünkü gün belə deyək də mübarizəm, döyüşüm parapsixologiyanın bir dələduzluq olmadığını, falçılıq, baxıcılıq demək olmadığını, hər bir insanın fövqəladə təbii gücə sahib olduğunu isbat eləməkdir. Və bunun da bir elm kimi isbat elətdirməyə çalışmaqdır mənim missiyam. Əhməd bəy, çox sağ olun ki, gəldiniz. Bugün çox gözəl, faydalı məlumatlar əldə etdik. İnşallah növbəti podkastlarda sizinlə görüşəcəyik. Sağ olun. Siz sağ olun. Növbəti görüşlərdə görüşmək diləyilə inşallah.